təsisi, ənənəsi artıq 11-ci ildir davam edir. Və maraqlıdır ki, cəmaətdəki düşərgədə müxtəlif vaxtlarda müxtəlif mükafatlar təsis olunubdur. Amma davamlı şəkildə təqdim olunan, bu məsələni hər zaman gündəmdə saxlayan nadir mərkəzlərdən biri Nərgiz mükafatı mərasimidir. Bu zamanında Müsavat Partiyası tərəfindən təsis olmuş bir mükafatdır. Eyni zamanda bu komitənin uzun illər ərzində fəaliyyət göstərməsi, çətin seçimə baxmayaraq bir qayda olaraq uğurlu seçim etməsi hamımızın diqqətini cəlb edir və bu mükafatın davamlılığını təmin edir. Bu mükafatın bu cür davamlı olması, önemli olması, tədbirimizin hər il baş tutması konkret səbəblərlə bağlıdır. Birinci səbəb budur ki, mükafat Nərgizin adına. Nərgiz hamımızın sevimlisiydi. Bütün cəmaət ictimaiyyətinin sevdiyi, dəyərləndirdiyi bir gənc xanımıydı. Nərgiz öz cəsarəti ilə Nərgiz öz cəsarəti ilə, fədakarlığı ilə, yaradıcı yanaşması ilə, təşəbbüskarlığı ilə, cəsarəti ilə fərqlənən gənclərimizdən biriydi. Və məhz Nərgizə sevgi və məhəbbət bu mükafatın davamlılığını təmin edən əsas amillərdən biridir. İkinci amil Nərgizin aid olduğu ailə, Yaqublu ailəsi. Bu ailə Azərbaycanımızın ən cəsarətli, ən fədakar, ən mübariz ailələrindən biridir. 10 illərdir ki, ictimai-siyasi arenadadırlar, mübarizə aparırlar, fədakarlıq göstərirlər, qəhrəmanlıq göstərirlər və bütün cəmiyyətə, xüsusən gənclərə bir nümunə göstərirlər. Ona görə də biz təəssüflə qeyd edirik ki, bugün Tofiq Yaqublu yenə də həbsdədir. Nərgizin mükafatının təqdim edilməsi mərasimində şəxsən iştirak edə bildim. Ancaq mən əminəm ki, onun ürəyi bizdən bir yerdədir. Tofiq bəyin, Maya xanımın və ailənin digər üzvlərinin, Nigar xanımın, Rəhmin fəallığı, fədakarlığı, fəaliyyəti təbii ki, bu mükafatın davamlılığını təmin edən əsas amillərdən biridir. Üçüncü bir amil, Seymur bəy qeyd elədi, Azərbaycan cəmaət ictimaiyyətinin fədakarlığıdır. Bu rejim dönemində təzyiqlər, repressiyalar bir an belə dayanmıyor. Bəzən artır, bəzən azalır, dördə artan xətlə gedir və indi də repressiyaların pik bir mərhələsində yenə də biz buradayıq, bir aradayıq və komissiyanın çətin seçim edib müəyyənləşdirdiyi şəxsə mükafatı təqdim eləməyə hazırlaşır. Bu, Azərbaycan xalqının iradəsindən xəbər verir. Bu, Azərbaycan cəmaətçilik ictimaiyyətinin fədakarlığından, fəallığından, cəsarətindən xəbər verir. Bu qədər repressiyalara rəğmən xalqımız mübarizəsini davam etdirir. Bütün çətinliklərə, repressiyalara baxmayaraq yeni insanlar mübarizəyə qatılırlar, fədakarlıq göstərirlər, cəsarət göstərirlər, nümunə göstərirlər. Bu da hesab edirəm ki, bu mükafatın davamlılığını təmin edən üçüncü bir amildir. Və əminəm ki, bu amil də hər zaman davam edəcək. Çünki Azərbaycan xalqı unikal bir xalqdır. Azərbaycan xalqı tarix boyu hər zaman haqqın, ədalətin, inkişafın tərəfində olubdur. Və indiki çətin mərhələdə də xalqımızın öndə gedən insanların fədakarlığı davam etdirirlər. Mükafatın davamlılığını təmin edən amillərdən biri də əslində qalsa Azərbaycandakı hakim rejimdir. Hakim rejim bu repressiyalarla, təzyiqlərlə insanları bu cür kütləvi şəkildə həbs etməklə faktiki olaraq bu mükafatın davamlılığını təmin edir. Bu məsələnin diqqətdə qalmasını təmin edir. Və hazırda da dediyimiz kimi repressiyaların ən sərt mərhələlərindən birindəyik. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli haqsız yerə həbs olunub, əsassız iddialarla həbs olunub. Bir sıra cəbhəçilər son günlərdə yenə həbslərə məruz qalıb, təzyiqlərə məruz qalıb. Dövlətdə cəmaət ictimaiyyət təzyiqi altındadır. Əslində qalsa bütün cəmiyyət təzyiqi altındadır, hakimiyyətin təzyiqi altındadır. Belə bir şəraitdə də biz növbəti dəfə
mükafatı təqdim etmə mərasiminə toplaşmışıq. Yeri gəlmişkən toplaşanlara, burada olanlara mən də təşəkkür edirəm. Çünki bu özü də mövzuya diqqətin, Nərgiz amilinə münasibətin, Yavuzlu ailəsinə münasibətin, demokratik prosesə münasibətin bir göstəricisidir. Bugün bu repressiyaların qarşısında dik dayanmaq həm böyük şərəfdir, həm də cəmiyyətimizin bir fədakarlığıdır. Biz haqq ədalət uğrunda mübarizəmizi davam etdirməliyik. Biz bütün çətinliklərə baxmayaraq həqiqətləri deməyə davam etməliyik. Biz bütün çətinliklərə baxmayaraq, hətta məhkəmələrə də çatdırmaq olmur, o qədər çox məhkəmələr var, o qədər insanlar əsassız, siyasi sifarişli təzyiqlərə, repressiyalara, məhkəmə proseslərinə məruz qalırlar ki, çatdırmaq da olur bütün məhkəmələri. Və belə bir mərhələdə insanların bir araya gəlməsi, ənənəni yaşatması, özü cəmiyyətimizin gücündən xəbər verir. Bunu davam etdirməliyik, həqiqəti deməyə davam etməliyik, haqq ədalət müdafiə etməliyik. Həbsdə olan dostlarımızı, silahdaşlarımızı, vətəndaşlarımızı müdafiə etməyə davam etməliyik. Və mən bir daha Müsavat Partiyası adından Əli Kərimlinin, Tofiq Yaqubunun və bütün siyasi məhbusların həbsdən azad olunmasına çağırıram, tələb edirəm və biz bu mövqeyimizi davamlı şəkildə səsləndirdik və səsləndirəcəyik. Bu komitə hər zaman çətin olsa da məsuliyyətli və doğru qərarlar qəbul etməyə çalışır və indiki halda da mən artıq adı görürəm və komitənin bu qərarıyla mən razıyam, dəstəkləyirəm. Çünki doğrudan da fədakar bir gənci müdafiə etmək üçün, onun xidmətlərini qeyd etmək üçün həmin gənci Nərgiz mükafatına layiq görüldü komitəmiz. Həmin gənc Afiyəddin Məmmədovdur. Cür və davamlı alqışlar göstərir ki, əksəriyyət komitənin qərarı ilə tam əksəriyyət razıdır, dəstəkləyir. Doğrudan da Afiyəddin bəy biz də uzun illərdir tanıyırıq. Gənc olmasına baxmayaraq mübarizəyə qatılmış, haqq ədalət müdafiə edən, siyasi proseslərdə fəal iştirak edən və eyni zamanda Azərbaycanda ən çətin mövzulardan biri, Həmkarlar İttifaqı ilə bağlı mövzunu gündəmdə saxlayan gənclərimizdən biridir və ona görə də mən mükafatın Məmmədov Afiyəddinə verilməsini çox sevinirəm. Afiyəddin bəy və onu tanıyanları və hamınızı bu mükafat münasibətindən təbrik edirəm. Mükafat kimə təqdim olunacaqsa? Mükafatı Sara xanım Rəhimova qəbul edəcək, işçi masası adına. Buyurun Sara xanım. Gözəl mükafat biraz ağırlığınızdır, əminəm ki, bütün ağırlıqları daşımağa qadirsiz hazırsınız.